Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində 8 noyabr Zəfər günü münasibətilə tədbir keçirilib. Tədbirdə agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük vətən müharibəsinin xalqımızın birliyi, cəsarət və qətiyyət rəmzinə çevrildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı zəfərin Azərbaycan tarixində əbədi iz qoyduğunu vurğulayıblar. Bu qələbə hər bir Azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradır. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayır. Həmçinin Zəfər günü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Ceyranbatan su anbarının ərazisində ağac əkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində agentliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850 ədəd ağac əkilib. Ağac əkmə aksiyası Respublikanın bütün şəhər, rayon və qəsəbələrində eyni zamanda həyata keçirilib və agentlik tərəfindən ümumilikdə ölkə üzrə 12 mindən çox ağac əkilib. Tədbirin əsas məqsədi vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.